Və mən bir dənə də şəhid ayəsi deyirəm sizə. Bundan da inşallah yekunlaşıram. Bizim əziz beynəlxalq qarimiz də buradadır. Azərbaycanımızı başqa ölkələrdə dəfələrlə təmsil edib. O da oxuyarsa, digər ruhani qardaşlarım dedi, qaydanı hazır bilir necə olacaq. Bir şəhidin cümləsini sizə deyirəm. Allah Teala öz kitabında bu şəhidin sözündən sanki stat gətirir. Yəni belə deyək, şəhid bir yerə gəlir, çatır ki, sözü Allah sözü olur. Yəni bu qədər. O da söz budur. Buyurur ki, bir şəhiddir, yıxılır torpağa. Yıxılan kimi torpağa deyəcəyi söz budur. Ya leytəni qavmi ya'lamun. Kaş mənim qövmüm, kaş mənim xalqım, kaş bəşəriyyət biləydi. Bimə qafara li Rabbi və cealəni minəl mükremin. Necə Allah məni əff elədi və necə məni əzizlədi. Kaş bunu biləydilər. Kaş biləydilər ki, məni burada necə qarşılayıblar. Bu şəhidin sözüdür Quranda ayət. Yəni şəhid kəlamı Allah ayəsidir. Bu qədər Allah üçün dəyərlidir. O bir uca bir məqamdır, uca bir zirvədir.